Asıllıq. Asıllıq sevginin çox olması deyil. Bu, sinir sistemin tək başına sakitləşə bilməməsi deməkdir. Belə insanlar münasibətdə partnyorun sevgi üçün yox, onunla tənzimləndiyi üçün onun yanında qalmağa cəhd göstərirlər. Çünki partnyora yaxın olanda rahatlayır, uzaqlaşanda isə daxili tarazlığı pozulur. Bu insanlar yaxınlığı sevirlər, amma ayrılığı təhlükə kimi görürlər. Yəni dağılmamalı olan bir sistem kimi baxırlar. Asılılıqda sevgi belə işləyir. O yaxşıdırsa mən də yaxşıyam. Bu isə münasibətdə səni davamlı asılı saxlayır. Davamlı kontrol eləmək istəyirsən, mesajlarını oxumağa başlayırsan. Burada əsas fərq budur. Sevgi paylaşım istəyir. Asıllıq isə boşluğunu doldurur. Özünə belə bir sual ver. Partnyorun yoxdursa, sən özünü tənzimləyə bilərsənmi? Əgər cavab yoxdursa, problem sevginin dərinliyi deyil, emosional dayanıqlığın olmamasıdır. Asılılığı görmək, münasibəti itirmək deyil, sadəcə öz mərkəzinə geri dönməkdir.